Davranışlarımız, fikirlərimiz bizim kim olduğumuzu təyin edir. Məsuliyyət, hörmət, ədalət isə müsbət münasibətlərimizi formalaşdırır. Ümumiyyətlə insani dəyərlər bir cəmiyyətdə sağlam mənəviyyat və sosial əlaqələr yaradır. Simamızın fərqli olması isə məni və səni insani dəyərlərdən əsla ayırmır. Onlar isə sadəcə görünüşlərinə görə fərqlənir. İnsanın dünyaya gəlişi möcüzədir. Həyat zarafatı qəbul etmir. Cahil fikirli insanlar hər yerdə olsalar da, onlar güclü və özünə güvənən insanlara əsla təsir edə bilmir. Özünü olduğun kimi qəbul edib, elmini artıraraq, sənə hədiyyə olan bu həyatdan zövq alaraq yaşamalısan. Salam Tural bəy, necəsiz? Çox təşəkkür edirəm, çox sağ olun. Məni belə çək dediyin üçün səni görmək və çəkmək istədim. İstədim ki, sənin kimi düşüncəyə, intellektə sahib yaradıcı gənci hamı tanısın. Sizin bu kitabı oxumuşam, çox maraqlıdır. Edirəm, çox sağ olun. Mən bu kitabda insan psixologiyasından, həmçinin öz şəxsi bioqrafiyamdan və albinizmdən də bəhs etmişdim. Eşitmişəm, sizə işıq və insanların reaksiyası təsir edir. Sözün açığı işığın təsiri məni bəzən narahat etsə də, insanların reaksiyası məni çox narahat etmir. Çünki fərqləmək bir çox insan arzusudur, amma mən buna doğuşdan sahibəm. Motivasiyanı və gücü hardan alırsınız? Mən psixologiyanı bildiyim üçün insanların mənim haqqında nə düşündüklərini ayırd edə bilirəm. Bu mənə artıq məlumdur. Bəs insan üçün vacib olan amillər hansıdır? İnsan üçün önəmli olan xüsusiyyət onun mənəvi aləmi, özündə olan dəyərləri, insanlara baxış bucağıdır. İnsanlar nəyə dəyər verdiklərini bilməlidir. Xarici görkəmə deyil, daha çox daxili aləmə, öz mənəvi keyfiyyətlərini inkişaf etdirməyə və insanları olduğu kimi qəbul etməyə yönəldilməlidir. Oadiyə təxəllüsü ilə kitablarınızı yazmısınız. Bunun mənası nədir? Oadiyə mənim sevdiyim bir sözdür. Bu adı tapmaq üçün mən çox axtarışlar etmişdim. Oadiyə qədim ivrit dilindəndir. Mənası Tanrıya inanan adam deməkdir. Mən bu sözü çox sevdiyim üçün özümə təxəllüs bilib, kitablarımı da təxəllüsdən yazmağı üstünlük bilmişdim. Sizcə insanları xarici görünüşünə görə biz qiymətləndiririk? İnsan xarici görünüşünə görə dəyər vermək olar. Amma bunu üstün hala gətirmək etik deyil məncə. Çünki insanların xarici görünüşləri bir-birindən fərqlidir və ona qalanda hər bir kəs bir-birindən üstün və ya əskik sayıla bilər. Amma insanların xarici görünüşünə görə özünü qiymətləndirməsi və yaxud da başqalarının onu qiymətləndirməsi mənə görə etik bir şey deyil. İnsanın əsas fokuslanmalı olduğu şey insanların daxili aləmi, zəkası, biliyi, başqalarına necə yanaşmağından asılıdır. Albinizmin sosial və iş həyatınıza təsiri varmı? Albinizm gündəlik həyatıma təsiri əlbəttə ki var, amma bunu çox mühüm məsələ hesab etmirəm. Ən çox yay ayları əziyyət çəkirəm mən. Məsələn, bizdə gün işığı dərimizə təsir eləyir. Gün şüaları bizə təsir edir. Çalışdığım qədər özümü qoruyuram. Amma gündəlik həyatıma o qədər də təsir yoxdur. İnsanlarla münasibətlərim, sosial münasibətlərim, öz işim heç bir buna mane olmur. Bəzən olur işıqlar məni qıcıqlandırır, amma bundan özümü qorumağa çalışıram. Hər şeyə pozitiv baxmağa cəhd edirəm. Mən səhər erkən işə gedəndə günəşin doğması, onun şüalarının mənə yansıması məni bəzən narahat edə bilir. Amma mən bunun rəğmən günəşdən olan enerjini də qəbul edirəm və öz həyatıma düzgün başlaya bilirəm. Sosial həyatım əslində aktivdir. Özüm davamlı olaraq sosial şəbəkələrdən istifadə edirəm. Və bundan əlavə təşkilatlarda, müəyyən layihələrdə də aktiv olmağa çalışıram. Gənclərdə, könüllü işlərində özüm həmişə aktivlik göstərməyi sevirəm. Yaradıcılığınızda hansı yeniliklər var? Yeni kitab yazırsınız? Yaradıcılığımda yeniliklər gözlənilir. Mənim hazırda 3-cü kitabım nəşr olunacaq. Adı Ostin'də şənbə günüdür. Kitab mənim demək olar ki, yaradıcılığımın ən üst əsəri sayıram onu. Bu iki kitabımdan da daha üstün sayıram. Çünki evin ən kiçik uşaqları həmişə necə şən, necə şıltaq olduğu üçün, sahibləri tərəfindən, valideynləri tərəfindən sevildiyi üçün yazısı üçün də son çıxardığı əsər həmişə uğur gözləntisi olur. Və mən o kitabımda daha çox uğur qazanacağımı, daha çox sosiallaşacağımı və daha çox insana çatdıracağımı düşünürəm. Hətta özümdə belə bir məqsəd də qoymuşam ki, o kitabımı xarici ölkələrdən birində də çap etdirim, o dilə tərcümə etdirim. Albinizmlə mübarizə aparan gənclərə tövsiyəniz varmı?
Əslində bu məsləhətlərdən və öz bioqrafiyamla baxarsaq, keçdiyim yollardan çox danışa bilərəm. Sadəcə olaraq qısaca onu deyə bilərəm ki, albinizm doğulmaq sıradan insanlarla bir yerdə yaşamaq kimi bir lüksə sahibdir. Dünyaya yalnız seçilmiş insanlar gəlir. Seçilmiş olmayan heç kim dünyaya gəlmir. Və buna görə də mən düşünürəm ki, bu dünyada nəinki albinizm, hətta qara dərli, sarı dərli olsaq belə yaşama hüququmuz var. Bütün dünya ölkələri bunu qəbul edir. BMT olsun, digər təşkilatlar olsun, Ümumdünya Səhiyyə Təşkilatı olsun, albinizmi xəstəlik deyil, fərqindəlik kimi tanıyırlar. Və buna görə bizə yaşamaq hüququ verildiyinə görə biz həyatda yaşamağa, özümüzdə əmin olmağa, digər insanlar kimi bu dünyanın nemətlərindən istifadə etməyə və digər zəruri şərtlərə əməl etməyə hazır olmalıyıq. Albinizm doğulmaq o demək deyil ki, hər şeydən təcrid olasan. Albinizm doğulmaq o demək ki, sən digər insanlardan anadan doğulandan etibarən fərqlisən. Albinizmlə mübarizə aparan insanların toplaşdığı, fikirlərini müzakirə etdiyi cəmiyyətlər varmı? Əslində belə bir yerin olduğunu bilmirəm. Amma mən istəyirəm ki, belə bir yer olsun. Məsələn, mən özüm Beynəlxalq Albinizm Günü münasibəti ilə vərəqlər çıxartmışdım və onu sahil bağında insanlara təqdim etmişdim. Düzdür, bəziləri tərəfindən laqeydliklə yanaşılsa da, mən bunu elədim və öz borcumdan çıxmış oldum. Amma gələcəkdə də bu fəaliyyətim üzrə irəli getməyi özüm üçün planlaşdırmışam. Mən düşünürəm ki, albinos insanlar anadan gəlmə olaraq göz zəifliyi ilə doğulduğuna görə onlara diksiya vərdişi, həmçinin bundan əlavə psixoloqluq olsun, yazıçılıq olsun, hansısa sənətkarlıq olsun öyrədilə bilər. Bu ixtisaslarda albinoslar çox effektli nəticələr verə bilər. Tural bəy, müsahibim olduğunuz üçün çox sağ olun. Təşəkkür Tamam, edirəm. mənim üçün xoş oldu. Təşəkkür edirəm. Buyurun, bu da sizin hədiyyəniz. Nə axtarırsan? Heç, fikirlərimi dəyişəcək bir kitab axtarıram. Sənə bunun üçün bir kitab tövsiyə edə bilərəm. Maraqlı kitab oxşayır. Bu kitabın müəllifi sizsiz? Hə, o kitabın müəllifi mənəm. Mən o kitabı sənin kimi özünü kəşf etmək istəyən, insanların baxışlarından qorxan, özünə güvən qazanmaq istəyən insanlar üçün yazmışam. Sənin insanlara baxışın dəyişməlidir ki, insanların sənə olan baxışı dəyişsin. Əgər sən öz güvənsiz olsan, insanlar da həmişə səni əzməyə çalışacaq. Sən özünün fərqindəliyində satmasan, insanlar sənə dəyər verməyəcək. Sən danışanda sözün kəsiləcək. Sən nəsə deyəndə onlara maraqsız olacaq, sənə heç bir reaksiya verməyəcəklər. Bu kitabda səndə bu fərqindəliyə qazanmaq, öz vərdişlərini aşılamaq üçün istifadə olunacaq bir kitabdır. Mən istəyirəm sən bu kitabı oxuyasan. Bu kitab səni çox güclü eləyəcək. Albinizm xəstəlik yox, fərqindəlikdir. Özümüzü, sözümüzü, maraqlarımızı, bəzən isə kimliyimizi gizlətdiyimiz dünyada iradənin, əzmin sayəsində uğur qazanırıq. Ümidimizi itirmədən həyatımızda baş verən möcüzələri hiss etməliyik.